Dostlar, bir təcili məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Gəncədə kütləvi dava baş verib. Hadisə zamanı xəsarət alanlar var. Az sonra bununla bağlı sizə geniş məlumat verəcəm. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Axaras saytının məlumatına görə hadisə Gəncənin Gülüstan qəsəbəsi, əsasən Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş veribdir. Davadalaş zamanı 5 nəfər xəsarət alıbdır. Bunlar Saday Nəzərov, Zöhrəb Nəzərov, Elvin Nəzərov, Elşən Nəzərov, Təbriz Fərzəliyev, Murad Xəlilov, həmçinin Sakit Nəzərovdur. 2003, 2005, 2006, 1990, 2001 və 1991-ci il təvəllüdlü şəxslərdir. Əsasən gənclərdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunubdur. Yəqin ki, davanın səbəbi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Ən düzgününü hüquq mühafizə orqanları üzə çıxaracaqlar. Hər halda gənclərdir. Yəqin ki, məişət zəminində baş vermiş bir hadisədir. Bəyənin, paylaşın.